Xəbər verdiyimiz kimi Bakı Qızlar Universitetinin fəaliyyəti dayandırılır. Bəs tələbə və müəllimlərin taleyi necə olacaq? Belə ki, Bakı Qızlar Universitetinin təhsil fəaliyyətinin dayandırılması ilə əlaqədar tələbə və müəllimlərlə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb. 2026-2027-ci tədris ilində universitetə bakalavriat və magistratura səviyyələri üzrə tələbə qəbulu aparılmayacaq. Hazırda universitetdə təhsil alan 1568 tələbənin təhsilinin Bakıda fəaliyyət göstərən digər özəl ali təhsil müəssisələrində davam etdirilməsi üçün köçürülməsi planlaşdırılır. Bu zaman tələbələrin qəbul imtahanlarında topladıkları bal, ixtisası, təhsil səviyyəsi, təhsil forması, təhsil dili və digər meyarlar nəzərə alınacaq. Akademik məzuniyyətdə olan təhsilini müvəqqəti dayandıran və müxtəlif səbəblərlə universitetdən xaric edilən şəxslərin məlumatları da dəqiqləşdiriləcək. Onların təhsil hüquqlarının qanunvericiliyə uyğun təmin olunması istiqamətində tədbirlər görüləcək. Qeyd olunub ki, universitetin əvvəlki illərdə verdiyi diplomlar hüquqi qüvvəsini saxlayacaq. Cari tədris ilində məzun olan tələbələrə də qanunvericiliyə uyğun qaydada diplomlar təqdim ediləcək. Əziz izləyicilər, universitetdə çalışan 110-dan çox pedaqoji işçinin əksəriyyətinin əsas iş yeri digər ali təhsil müəssisələri olduğundan fəaliyyətin dayandırılmasının onların əsas iş yerlərinə təsir etməyəcəyi bildirilib. Universitet ştat əməkdaşları isə digər təhsil müəssisələrində mövcud vakant vəzifələr üzrə müraciət edə biləcəklər. Elm və Təhsil Nazirliyi bununla bağlı ali təhsil müəssisələrinə müvafiq tövsiyələr verəcək. Bildirilib ki, tələbələrin təhsilinin fasiləsiz davam etdirilməsi ilə bağlı görülən işlər barədə ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.